Sirkə haqqında gözəl bir hədis var. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurub ki, sirkə olan ev zəngin evdir, yəni kasıb deyil, yəni sirkəyə o qədər üstünlük verib. Həqiqətən də sirkə çox gözəl nemətdir. Bax, sirkə bu günləri insanlarımızın hamısının istifadə edə biləcəyi yeganə deyədim qidadır. Niyə? Yağları yandırır, toxumalarda yağ parçalanmasını sürətləndirir, metabolizmanı sürətləndirir, orqanizmdə depolanmış qalan bütün xolesterin sələflərini xərcləyir. Yəni, o yüzden, məsələn, şəkərə meyilli olan insanlar bu gün daha çoxdur, insulin dirəncindən əziyyət çəkən insan. Onların bir nömrəli qidası, qidanın başında sirkə gəlməli, yəni sirkələşmiş qidalar gəlməlidir. Özünün bir təsirləri də budur ki, əlavə təsiri təzyiqi salır. Ona görə də, məsələn, tutalım, adam var, çəkilidir, sirkə istifadə eləmək istəyir, amma təzyiq aşağıdır. Onda adam nə eləməlidir? Sirkəli su düzəldib, onu da bal qarışdırmalıdır, onu içməlidir. Məsələn, mənim təzyiqim normalda 90-60 olur. Mən sirkə istifadə edən kimi daha da düşür aşağı. Özümü normal istəyirəm, 90-60. Mənim bu, belə deyəm, rabotçi davleniya deyirlər də buna. O mənim özümü rahat hiss edir. Amma sirkə içən kimi təzyiqim düşür. Ona görə də sirkə ilə balı qarışdırıb istifadə edirəm. Və yaxud da ki, salatlara sirkədən istifadə edirəm, həmişə istifadə eləmişəm. O, sirkə çox istifadə olunur. Bugünkü gündə çox istifadə. Eyni zamanda sirkənin özündə də antioksidantlar var. Bəli, təbii sirkə. Danışıram təbii sirkədən. Yəni, bu mağazalarda 4 litri zadı 3 manata, 4 manata satılan sirkə, o sirkə deyil. O, sirkə turşusunun durulaşmasıdır. Sirkə turşusu durulaşır, durulaşdırırlar daha doğrusu. Sirkə turşusu var, ağ rəhdə, uksuz. Onu elə su ilə qatırlar, bir balacan da rəh qatırlar, adamlar da onu alır, tutmada istifadə edir. Əsas tutmada istifadə edir də bugün Azərbaycanda onu. Amma içmək üçün təbii sirkə olmalıdır. Biz təbii sirkə hazırlayırıq. Məsələn, normalda mən xəstələrimə 3 xörək qaşığını 400 stəkan suya qarışdırıb içmək yazıram. Mədə problemi olanlara 2 xörək qaşığı yazıram. Və yaxud da ki, 1 xörək qaşığı, yəni baxır mədəsində problemədir. Amma sirkə gözəl bir şeydir. Çalışın sirkədən istifadə edin. Çox yaxşı antioksidantdır. Dediyim kimi, piyləri, yağları yandırır. Kökəlməkdən əziyyət çəkən insanlar, kökəlməyə meyilli olan insanların bir nömrəli qidası olmalıdır sirkə. Bir dənə yan təsiri təzyiqi salır, bir dənə mədə varsa aşılayır. Onu da dediyim kimi, onları eləyəndə o xüsusiyyətləri də olmur, faydasını da ala bilirsiniz.